Salamlayıram sizin yoldaşlar. Ümid edirəm hər biriniz yaxşısınız. Bugünkü videoda mən sizlərə Portfigur'dan Insecure Civilization lablarının birincisini göstərəcəm. Bunun həllini sizə göstərəcəm tam aydın formada. Labın adı Modifying Serialized Objects'tir. Bu labda bizdən tələb olunan odur ki, labda cookie'də session dəyərində bir serialize olunmuş string aydır. Həmin stringi biz modifikasiya edib, yəni dəyişib öz xeyrimizə işlətməliyik və admin user olmalıyıq. Yəni bizdən tələb olunan budur. Account-a giriş üçün bizə Winner və Peter credentialları verilib. Gəlin Access Lab dedim, burada laba daxil olaq. Mən bunu sizə izah edəndə həm də kodunu yazacağam ki, tam anlayasınız da. Üzdən keçməyəcək bunu. Üzdən keçsə burada 2-3 dəqiqəlik bir şey var. Yazıram bura Winner və Peter. Əslində bölpəç ehtiyacı yoxdur. Bölpəç bağlayaq. Yes. Inspect edirəm. Burada storage-ə gəlirəm. Kopyalayıram cookie'ni. Çünki orada mənə deyilmişdi ki, problem cookie'də var. İndi isə yazıram burada. Echo. Bu bayağı işlədiyim üçün qalıb burada. Bu formada səhv var, çünki bu yerə enkod olunub həm də. Bunlar silsəm düzələ bilər. Okay, düzəldi. Deməli, session'da dəyər olaraq bu formada bir şey qayıdır yoldaşlar. Burada user klassında username var və bu VNR'dir. Bunun dəyəri property'də bu. Bir də admin property'si var. Bunun da dəyəri bool'undur, yəni sıfırdır, false. Yəni biz admin deyilik, bunu demək istəyirlər. İndi mən bunun backendini sizə izah edeyim qısaca. Burada çox güman ki, bir user klassında user yaradılır və bir dəfə databazdan bütün məlumatlar alınandan sonra bunlar serialize olunur və hər dəfə databaza istəyə atılmır da, artıq bunlar session'da saxlanılır və oradan yoxlanılır. Və çox güman ki, burada, yəni belədir də, mən bunu daha əvvəl işləmişəm. Burada admindən alınan bu dəyər, bool'un dəyəri, bu yoxlanmır. Düzəməli yoxlanmır bu. Ki, yəni bu doğrudur yoxsa yox. User'da alınan input birbaşa istifadə olunur. Biz bunu bir etsək, birbaşa admin ola bilirik. Burada problem budur. Bu problemi bildiniz, lakin bunun əsasını bilmək lazımdır. Ona görə mən sizə kodla bunu göstərməyə çalışacağım. Bunun üçün də lazım olan 3 fayl yaradacağım. Birincisi deməli user class PHP'dir. İkincisi serialize'dır. Və üçüncüsü isə deserialize'dır. Bu 3 dənə fayl bizə lazım olacaq. Qayıdıram bura. Mən burada bu fayllar görsənmir niyəsə. Yenidən açaq kodu. Təmini görsənir. Bunları bağlayaq. Bunu da bağlayaq. Bu hissəni kiçildək. Bunları mən səhv yaratdım da, okey. Problem deyil. Bunları göndərirəm başqa bir yerə. Bura. Və özümdə gedirəm buradan bura. Bunu bağlayıram. Və burada yenidən VS kodu açıram. Əla. İndi başlaya bilərik. Okay. Gəlirəm burada user class PHP-yə. Siz gördünüz ki, bayağı burada bir bizim userimiz var idi da. Mən onu sildim deyəsən. Yenidən göstərim mən sizə. Fikirlərim, burada bir dənə user var. User klassı. Və user klassında 2 dənə property var. Username və admin. Gəlin bunu yaradaq burada. Okay. Class user
public username public admin. Bunlar yarattık. İndi function yaratmalıyam. Construct functionu. Burada olacaq this username, this admin. Bu da belə. İndi isə get username olmalı. Çünki username götürməliyik biz. Public yazıram. Public function name get username. Return username olacaq burada. Və burada bir dənə public function olsun ki get admin. Admini götürək buradan. Bu da admini qaytarsın. Ki belə olmasın da bu. Bunu belə yazaq biz. Daha ki belə bir şey ola bilər. If this admin bərabərdir true, yəni 1-dirsə, onda return true. Okay. Merkezden bağlayaq. Else return false. Bu formada bir şey olsun. Və burada indi bizə qaldı bir dənə nə? ToString magic metod qaldı. Onu yaradaq ki deserialization işin zamanı bizdə problem yaranmasın. Ona görə burada yazıram public function ToString Əla. Aşağı düşürəm. Və ToString bizə return edəcək bəzi dəyərləri. Return burada olacaq username, userin username'i və burada istifadə olunacaq this username, daha sonra admin burada olsun. Deməli this. Okay, burada tamamladı avtomatik. Admin satırı qaytarsın. Excel da false. Bu formada. Burada nə səhv yazmışıq mı deyə baxıram. Burada public qırmızı göstərir. Bilmirəm niyə. Bir saniye, error çıxıb burada. Niye olduğunu da tam bilmirəm bu errorun. Admin, this admin. This admin belə olmalı desəm. String function. Bir saniye, bunu götürək o zaman. Ctrl-C. Gəl ataq ChatGPT-yə. Problem nədir? Gəlin problemə baxaq tez bir sürətdə. Çox düşünüb vaxt itirmək istəmirəm, videoda uzanır. Sintaks düzdür. Okay, gəlin bunu yoxlayaq.
Okey, hamısını ataq ChatGPT-yə. Baxa nə deyir. Git admini bağlamamışam. Düz deyir, düz deyir. Git admin açıq qalıb burada. Ona görə mənə xəta verir bayaqdan. Okey, indi düzəldi yoldaşlar. İndi bununla işim bitdi. Bu sadəcə user yaratmaq üçün idi. İndi gəlirəm serialize-a. Serialize-da da yazıram burada deməli PHP aşağı düşürəm. Və burada deməli necə olur da? Bir yeni user yaradacağım. User klassından. Və həmin user yaradan zaman deməli həmin user yaradacağım və həmin user dəyişənini serialize edəcəm. Yəni eləyək bunu. Deməli ilk öncə require yazıram. Require once. Və burada user klassı buraya daxil edirəm. Və daha sonra isə deməli user yaradaq. User bərabərdir. Deməli new user. Burada adı olsun Viner və admindəki false idi orada, false. Və daha sonra bunu serialize etməliyəm. Ona görə serialize adında bir dəyişən yaradacağım. Və bunu birbaşa serialize edemeyeceğim də. Çünki siz görmüşdünüz ki oradakı obyekt URL enkod olunmuşdu, base 64 enkod olunmuşdu. Ona görə mən də bunu ilk öncə URL enkoda salacağım. URL encode. Sonra base 64 encode. Sonra da serialize user. Daha sonra da echo ile bunu yazdıracağım. Şimdi runlasam. Fikir verin, bu formada bir base 64 değer qayıtdı. İndi mən bunu echo'ya yazdırıb baxsam həmin dəyərə, görərsiniz ki problem var deyir. Çünki təbii ki problem var. Çünki enkod olunub. Belə bir dəyərdir. Yəni bunun demək olar eynisidir. Burada bir yazdı. Bu çünki çox güman ki bayağı istifadə etdiyimdir video çəkməzdən əvvəl. Bu sıfır olmalı təbii ki. Bu formada bir şey yarandı. Serialize olmuş obyekt yarandı. İndi isə bunun deserializasiya olunmuş formasına mən baxmaq istəyirəm. Sizə göstərmək istəyirəm bunu. Burada isə artıq mən təbii ki tam eynisini yaza bilməyəcəm. Yəni çox güman ki labın backendi biraz başqa cürdür. Amma sizə təxmin deyə bilərəm ki labın backendində cookie-dəki session dəyəri, yəni bizim bu base 64 enkod olunmuş dəyər götürülür və bu base 64 ilk öncə base 64 dekod olunur və daha sonra isə deserializasiya olunur. Bunu belə göstərim sizə mən təxminən. Məsələn, ola bilər ki, burada bir cookie dəyəri olsun. Cookie bir dəyişən və buna mənimsədilsin cookie bu session və daha sonra isə yazıram bura deserialized bərabərdir. Bu deserializasiya olunacaq. Unserialized. Yazıram bura base 64 decode və təbii ki URL decode olmalıdır bu. Və cookie dəyərini yazıram. Daha sonra da burada yazıram ki echo deserialized. Bu deserializasiya olunan zaman gələcək bura. Çünki bu gəlməyəcək. Çünki bunu daxil eləməmişəm. Bunu daxil etməliyəm. Hansı klass onu bilmir axı. Belə. İndi biləcək hansı klass. Gələcək bura user klassına. User klassında hardan verəcək? Oraya gəlməlisə. Buradan görəcək ki userdir. Gələcək user klassına. Və buradakı bunları deserializasiya edəcək və toString'dən istifadə edərək string formatında mənə qaytaracaq məlumatları. Gəlin yoxlayaq. Amma bu işləməyəcək belə. Çünki
Bizdə session kimi bir şey yoxdur da. Bunu mən sizə sadəcə nümunə kimi göstərdim. Bizdə bunun əvəzinə olacaq bizim bu dəyər. Kopyalayıram bunu. Və yapışdırıram bura. Fikir verin. Formada qayıtdı məlumatlar. Daha sərgilə görsənsin deyə bura /n ata bilərik belə bir şey. İndi burada məsələ nədir dostlar? Əgər ki backend həqiqətən belə işləyirsə, bu konkret problemdir. Çünki birbaşa userdə alınır da bu məlumatlar və userin verdiyi məlumatlara əsasən backend bizim admin olub olmadığımız təyin edir. Ona görə biz də burada məsələn bu ola bilər bizim exploit PHP-miz. Bu formada bir exploit yaza bilərik və burada winner edə bilərik true. Bunu true edəndən sonra anlayarıq. Özümüz üçün bu formada bir payload hazırlayarıq. Bunu götürüb gələrik bura. Səhifə işləyirmi? İşləyir. Gələrik bura inspect edərik və burada storage hissəsinə bunu yapışdırarıq. Amma burada not solvdur. Bunu solv eləmişdim bayaq. Və bunu səhifəni yeniləyəndə artıq admin olarıq. Gördünüz? Birbaşa admin oldu. Çünki niyə? Ona görə ki artıq bizdə true oldu da. Yəni admin true oldu. Fikir verin. Admin 1 true. Hətta bunu buradan göstərim mən sizə. False deyəcək. Təbii ki false deyəcək. İndi baxın true. Görürsünüz? Bu formada bir şey. Bu video bu qədər dostlar. Burada əsas sizə göstərmək istədiyim şey bu backend-in necə işləməsi idi. Fikrim var ki, növbəti videolarda növbəti insecure serialization aid lablarda mən çəkim və sizə göstərim həllini. Bunun 4-ünü mən həll eləmişəm. Qalanları yəqin növbəti periodda həll edəcəm və etdikcə sizə təqdim edəcəm bunları. Ümumi bir üzdən keçsəm, burada biz user class yaratdıq. Yəni user bu classda yaranır. Və daha sonra serializasiyanın necə olunduğuna baxdıq. Deserializasiya necə olunduğuna baxdıq və hackerin bunu necə sömürə biləcəyinə nəzər saldıq. Bu video bu qədər dostlar. Başqa deyəcəyim bir şey yoxdur. İndi deyirəm sizə faydalı oldu bu video. Çox sağ olun izlədiyiniz üçün. Hər birinizə uğurlar, sağ olun.